سلام، من پریان تبریزوان timindən. Frank William bir fırıldaqçı adam üçün müxtəlif şəyyadlıqlar məcmuəsinə sahibdir. Pilot, cərrah, ustad və vəkil bu unvanlardan sayılır. Geçmişdə onun yaşayışından Catch Me If You Can adlı bir film çəkilmiş. Frank 1948-ci ilində Amerikada dünyaya göz açdı. 14 yaşındaydı ki, ata-anası boşanıb və bir-birindən ayrıldılar. Bu ayrılmaqsa Frank üçün bir böyük talihsizlik gətirdi. 2 il sonra Frank evdən qaçıb və New York şəhərində sakin oldu. New York'a daşınmaqdan sonra pul qazanmaqdan başqa çarəsinin olmadığını başa düşdü və cəmaəti toplamaq fikrinə çatdı. Neçə ay sonra Frank bir peşəkar çəkizə elinə dönüşüb və öz işində o qədər bacaraqlı oldu ki, onun tərəfindən cəl olunmuş Amerikaya aid olan çəkləri dünyanın 26 ölkəsində pula çevirib $4 milyon ələ gətirdi. Bu işi elə bir məharətlə gördü ki, heç bank bu çəklərin cəli olduğuna başa düşmədi. Frank təyyarə ilə müftə səyahət etmək üçün pilotluq dərəcəsini cəl edib, özün Pan-Amerikan hava yolları pilotu tanıtdırdı və pilotların pulsuz səyahət etmək fürsətindən istifadə etdi. Frankın bu işi tezlikdə aşkar olundu və polis tərəfindən yaxalanmamışdan öncə Cürziyə şəhrinə qaçıb və bir yeni cəli hoviyyətlə özünü həkim yerinə tanıtdırdı. Təəssüflə Frankın yeni qonşularından biri doğru həkim imiş və Frankla tanışdıqdan sonra ona şəhrin xəstəxanasında çalışmağı tövsiyə etdi. Frank 11 ay o xəstəxanada cərrah adına çalışmaqdan sonra oradan Louisiana şəhrinə köçüb və Harvard Universitetində təhsil etmiş qazi adıla və Louisiana ədliyyəsində işə başladı. Neçə ay sonra Frank bir həqiqi Harvard Universiteti öğrencisi tərəfindən tanındı, amma yenə həbsxanaya girməmişdən öncə qaçaq düşüb və uşaqlar xəstəxanasında xəstələrin dərman etməyinə məşğul oldu. Frank sonunda 1969-cu ilində Fransada tutuldu və o zamandakı Fransa polisi onun yaxalanmasını elan etdi, 26 ölkə Frankın öz ölkələrində mühakimə olmasını tələb etdilər. Frank Amerikaya qaytarıldı və məhkəmədə 12 il həbs çəkməyə məhkum olundu. Ancaq 5 ildən sonra həbsxanadan azad olundu. Frank William indi bir peşəkar ustad tanınır və cəhli çəkləri tanıyan nəfər ünvanında Amerika polisinə kömək edir. Frank Abacnil şirkətini təsis etməklə bu istedadını həqiqi yolda işlədib, tüm banklara və başqa şirkətlərə bu məzmunda məşvərət verir.